Salam, hörmətli mühasiblər. Mən deməli DP4 ACA imtahanlar üzrə müəlliməm. Öz şirkətim var və şirkətin adı FB Consulting, mənim adım Elşad Bədalov və deməli mən 14-15 il təcrübəm var bu sahədə və istəyirəm sizinlə bölüşəm peşəkar mühasib sertifikatının əldə edilməsi üçün ən belə rahat yol hansıdır, hansı imtahanlar, hansı yolla getmək lazımdır ki, daha tez bunu əldə edəsiniz. Deməli, peşəkar mühasib sertifikatı almaq üçün birinci, ikinci mərhələsi var. Birinci mərhələ deməli, beynəlxalq standartları bilmək lazımdır. Orada düzdür bölgü var. Deməli, ictimai sektor üçün beynəlxalq standartlar, bir də kiçik və orta sektor üçün beynəlxalq standartları bilmək və ümumiyyətlə yəni beynəlxalq standartları bilmək, yəni bunun əsas hissəsidir. Demək istəyirəm ki, kiçik və orta sektor üçün beynəlxalq standartları ayrıca imtahana ayrılması biraz mənim zənnimcə biraz o qədər də düşünülməmiş addımdır. Çünki ümumiyyətlə beynəlxalq standartda da cəmi bir dənə standart bütün bu kiçik və orta sektoru əhatə edir və yəni mutlaq ki, adam bu imtahanı verib sonra başqa vəzifəni əldə etmək üçün gərək beynəlxalq standartların daha böyük versiyasını o üzrə imtahan gərək versin. Bu da mənim zənnimcə düzgündür. 2 dəfə imtahanı vermək, mərhələ eyni imtahanı vermək. Yəni bir dəfəlik bütün beynəlxalq standartları bilmək lazımdır və o cümlədən kiçik və orta sektor üçün hansı deməli nüanslar var, onları bilmək lazımdır. Bəsdir. Onu bu cür yəni həll etmək olar. Amma hər iki qərar belədir ki, bunlar yəni ayrı imtahanlardır. Deməli, birinci mərhələ üzrə hansı yolla, məsələn, PMS1-də buna deyək, peşəkar mühasib sertifikatı nömrə 1, birinci mərhələ, PMS1 buna yəni ad verək. PMS1-i əvəz edən hansı imtahanlar var qanuna görə. ACC-in F7, köhnə adlı F7, indi Financial Reporting imtahanı və ACC-in DP4 imtahanı. Deməli, Financial Reporting F7 imtahan daha asandır nəinki DP4. Ümumiyyətlə, DP4 mənim zənnimcə ən çətin imtahandır. Hansı ki, əvəz edə bilər PMS1-i. Financial Reporting-ın deməli, orada test sualları olduğuna görə onu daha rahat vermək olar, amma o ingiliscədir. İngilis dilini bilmək lazımdır. DP4-ın üstünlüyü nədədir? DP4-ın tək imtahandır. Tək imtahandadır ki, həm rus versiyası var, rus dilində vermək versiyası var, həm də ingilis dilində vermək versiyası var, amma yəni də bu imtahan çətindir. Çətin nədən ibarətdir? Orada deməli qapalı tipli suallar yoxdur. F7-də məsələn qapalı tipli suallar var, DP4-də yoxdur. Bütün öz addımlarını izah etmək lazımdır. Nə mənada izah etmək lazımdır? Deməli, tutaq ki, məsələn, necə biz vergiyə hansı bir sual yazırıq, o da cavab verir ki, vergi məcəlləsinin filan maddəsinə görə belədir və hesablama bu cür belədir. Elə ki, bunun da formatı bu cürdür. Sadəcə vergi məcəlləsinin əvəzinə istinad etmək lazımdır. Beynəlxalq standartlara, məsələn, beynəlxalq standart adı yazırsınız, nömrəsini bilirsinizsə, nömrəsini yazmaq olar və bunun filan bəndinə görə, filan bəndinə yox da daha doğrusu filan belə də əsaslara görə bunu mən bu cür həll edirəm. Yəni bu biraz çətindir. Yəni mühasiblər nəsə öz fikirlərini sözlə ifadə edə belə o qədər yaxşı deyirlər. Yəni daha xoşdurlar hansı bir hesablamanı versin ki, bunu vurdum buna, bunu çıxdı buradan, amma belə sözlə ifadə etmək ki, niyə görə sən bunu məhz götürdün, harda bunu götürdün və s. bunu biraz çətinlik çəkirlər.
Amma yəni yenə də DPFR imtahanı deməli meyilli adamlar çoxdur. Baxmayaraq ki, çətindir, belə təkrar gedirlər bu imtahana, axırda verirlər bu imtahanı. Bu ACE imtahanlarla bağlı. CIMA imtahanı F2 Advanced Financial Reporting, o ingiliscədir, rus versiyası yoxdur bunun. Deyim ki, CIMA-nın elə ki, keçid balları daha çoxdur. Məsələn, ACE-də 50-dir, CIMA-da 70-dir. Yəni 70. CIMA üzrə tələbələrim vardı bir neçə il bundan qabaq. Mən biləm, yəni 70-dir və daha çətindir bunu vermək, çünki bal daha artıq nəinki ACE-də. CPA US QAP ümumiyyətlə bu elə zirvədir ki, ora çatmaq lazımdır, çünki bu Amerikan standartıdır. Onu ən yaxın nöqtə harda ki vermək olar, o deməli Dubayda. Mən bundan qabaq cəmaət məsələn New Yorkda onu verirdi. Yəni bu belə çətin imtahandır. Buna yəni CPA əldə edən adam məncə ya xaricdə işləyər və yaxud da ki, xarici şirkətlərdə işləyər. Düzdür, hansı bir nadir halda buna bəlkə PMS1 lazım oldu. İmtiyazlı mühasiblər assosiasiyası göstərilir qanunda. Hansı assosiasiyasıdır, bunun belə xəbərim yoxdur bundan. Və bir nə də təzə bir deməli qurum var. ICFM, Institute of Certified Financial Managers, Diploma in IFRS. Bax, bu imtahan versiyaları həm rus dilində var, həm Azərbaycan dilində var, həm də ingilis dilində var və mən bir neçə tələbəm var bu deməli sertifikat üzrə və planla, kitablarına baxıram, suallarına baxıram, görürəm ki, çox asandır. Yəni, məncə ən asan versiyası buna getmək olar. Yəni, tutaq ki, PMS1-i, tutaq ki, sizdə ingilis dili yoxdursa, ya Azərbaycan dili var sizdə, bilirsiniz, yaxud da ki, rus dili var. Yəni, ən rahat yolu bax, buradan getmək olar. Yəni, həmən bu diploma vermək, diplom imtahanı vermək. Sadəcə, orada, o qurumda bu proses yaxşı təşkil olunmayıb və bunun dərslikləri də yaxşı deyil. Dərsliklərdə yəni bütün mövzular üzrə yaxşı misallar yoxdur. Biraz məsələn tutaq ki, hansı bir standartı başa salırlar, sadəcə söz deyil başa salırlar. Yəni dərsliklər xoşuma gəlməyib. Amma ACE metodikasını istifadə edib, DPFR-ın daha doğrusu metodikadan istifadə edib bu imtahan üçün belə hazırlaşma olar. Elə ki, daha rahatdır hazırlaşma. Yəni, biraz deməli, qiymətlərindən xəbər verim. Deməli, DPFR üzrə 2 cür kurs var məndə. 6 aylıq kurs, hansı ki, deməli, həftədə 3 dəfə, hər dərs 2 saat. Kursun qiyməti cəmi 2015 manatdır və əgər fiziki şəxsdir, onu bölmək olar 6 aya və müvafiq məbləğini hissəsi ödəmək. Yaxud da ki, 8 aylıq kurs var, o həftədə artıq 2 dərsdir, yəni 2015 manat, onu artıq 8 ay bölməklə ödəmək olar. Bir də ictimai sektor üçün başqa bir qurum var, CIPFA, ictimai sektor üçün birinci mərhələsi üçün o yararlıdır. Mən ki, ictimai sektor üçün imtahanı vermək, birinci mərhələsini vermək daha rahatdır elə PMS özünü Azərbaycan dilində vermək. Çünki orada ballar belə göstərilir ki, keçid balı elə birinci və ikinci mərhələ üçün 35 baldan yığdı, yəni kifayət edir. Bəzilərdə yazılır 35-50-dən, sonra yaxud da 35-dən, yəni aydındır ki, 35-dən yuxarı yığdım, bu daha asandır. Bu, oldu ictimai sektor üçün deməli imtahanlarla. Deməli, hər iki mərhələ üzrə mən hazırlaşdırıram. İndi hansı kitablardan istifadə edirəm? Ondan da biraz danışaq. Deməli,
Adı deyilən belə qara kitab var, bir də yanına gətirim. Deməli, beynəlxalq bu kitab, yəni qara kitabına deyirlər. Firidun Sultanov, Elvin Həsənov, Elsivər İbadov. Bunların kitabları. Kitablarda bəzi səhvlər var, bəzi deməli, standartlar yaxşı yazılıb, bəziləri amma yaxşı yazılıb. Belə də olan kitablardan ən belə, yəni yararlı yəni də budur. Yerdə qalan кейslər mi deyim, yerdə qalan deməli çatışmazlıqları tipi film metodikasına deməli əhatə etmək olar. Bunların təzə bir kitabı çıxıb, tapşırıqlar toplusu. Düzdür, çox nadir hallarda hər iki tapmaq olar, amma gəndən birazdan yanki açıq satışa buraxacaqlar onu. Hər iki çox bir məhdud sayda var. Onun da ki, hər iki bunu yoxlamamışam, yəni tələbələrin auditoriyada faktiki dərslərdə necə bu kitabdır. Amma yəqin ki, oradan da bir xeyli fayda götürmək olar bu kitablardan. Bu oldu birinci mərhələ üzrə. İkinci mərhələ üzrə deməli istifadə edirəm Anar Bayramov kitabından. Anar Bayramov kitabı, misallar toplusu. Burada deməli misallar toplusu. Burada deməli burada da səhvlər var. Düzdür, bu həm də səhvlərlə mən müəllifə yazmışam. Müəllif də yaxşı belə yəni reaksiya verir, yəni tez cavab verir. Ya bu baxımdan bu kitabda yəni birbaşa müəllifə müraciət etməyinə yəni xeyli kömək əldə etmək olar. Nə mənada? Yəni hansı bir səhv varsa o yaxud da ki sizə elə gəlir ki bu səhvdir, amma hansı bunun yəni öz fikri var. Bu barədə gəndə bu yəni kontaktı belə gedən bir müəllimdir, müəllifdir və bu baxımdan onun da kitabından mən istifadə edirəm. Bu ikinci mərhələsi üçün. O ikinci mərhələsində bütün yəni vergi məcəlləsi testlər 850, əmək məcəlləsi 300, mülki qanunvericiliyi 200 və burada mülki qanunvericiliyə baxmır ki 200, amma imtahanlarda daha çox mülki qanunvericiliyi soruşurlar. O zaman bunu da yəni artırma olar. Bir də büdcə qanunvericiliyi 150 test var. Yəni bu da ictimai sektor üçün və ictimai sektor imtahanı verənlər üçün yəni yaxşıdır. Yəni belə. Bundan başqa da bir dənə kitab var, misalların toplusu. Səhvləri çoxdur. Mən hər iki yəni məsləhət görmürəm istifadə etmək daha yaxşı olardı. Məsələn, belə qara kitabın müəlliflərinin misallar toplusundan istifadə etmək olardı. BMS üzrə qiymətlər, mənim qiymətlərimdə, BMS üzrə mən belə əvvəlcə fikirləşdim ki, hardasa 3 ay bəs eləyər. Amma təcrübə göstərir ki, yox, ki, rus demişkən, ki, burada hardasa 4 ay yaxşı olardı. 4 ay, hər ay qiyməti 200 manatdır, həftədə 2 dərs, 2 saat. Məndə dərslərin çoxsu fərdidir. Çünki mən görürəm ki, qrupalarda işləmək mənim qədər çətindir. Çünki iştirakçıların səviyyələri çox fərqlənir. Yəni, bəzilər hətta belə riyaziyyəti də o qədər yaxşı bilmirlər. Onlarla biraz belə çətin olur da. Həm də məntiqləri belə zəifdir bu baxımdan. Belə elə ki, hər tələbə üçün belə yəni öz yanaşma lazımdır, amma qrupda bunu eləmək biraz çətindir. Çünki bəzilə geri qalır. Ona görə yəni geri qalanlar üçün də həm də belə qabağa gedən tələbələr üçün elə ki, fərdi yaxşıdır. Məsələn,
belə yaxşı tələbə hansı ki tez qavrayır, tez həll edir məsələləri, onun bəlkə də 3 ay, 4 ay lazım olmadı tez keçdik mövzuları. Yəni o zaman belədir. Amma belə adi tələbə üçün, yaxud da ki zəif tələbə üçün 4 ay məncə ən rahat belə vaxtdır. Deməli, bu il üçün 2025-ci il üçün imtahanın vaxtını müəyyən deyil hələ ki. Təxminən yanki mayda olacaq. Deməli, elektron versiyasını sınavdan çıxarırlar Dövlət İmtahan Mərkəzi. Baxa görə də, yəni necə olacaq? Təxminən yanki mayda, iyunda başlanacaq imtahanlar. O vaxta kimi yaxşı hazırlaşmaq lazım. Bundan başqa intensiv kurslarım da var. İntensiv kurslarını deməli kəndə fərdi qaydada dərslər elə ki, hər gün də eləmək olar. Sadəcə hər gün eləmək çətindir. Yəni tələbə üçün çətindir. Arada heç olmasa bir gün vaxt olmalıdır ki, tapşırıqlarını yerinə yetirsin. Yəni gətirsin hansı bir sualların özünü. Belə. Deməli, ətraflı hansı bir sualınız varsa, bu barədə deməli WhatsApp nömrəyə yazmaq daha məsləhətdir. Çünki WhatsApp-la, yəni dərs vaxtı mən belə danışa bilmirəm də ətraflı. WhatsApp-a yazsanız, WhatsApp 051 281 0239-dur. Öz suallarınızı verə bilərsiniz. Və yəqin ki, mənim treyningim, mənim təhsil üsullarım sizin xoşunuza gələcək. Yəni deyirəm, mənim əsas üstünlüyüm ondadır ki, mən böyük qrupları yığmıram. Ümumiyyətlə, böyük qrupları hesab edirəm. Belə imtahanlar üçün mənası yoxdur. Gərək ən azı 3 nəfərdən çox olmayan bir qruplar olsun və yəni daha yaxşı, ən yaxşı yol ilə fərdi qruplar. Bu günə bu qədər. Çox sağ olun ki, izləmişsiniz, qulaq asmışsınız. Sağ olun.